aysan gözəl təbiət. Dünyada kitablar arasında ən müqəddəsi Quran-ı Kərim, nemətlər içərisində ən qiymətli çörəkdir. Allah Taala heç kəsi çörəklə imtihana çəkməsin. Çörək dərdi böyük dərddir. İnsan bu dünyaya gəlib yaşamağının maliyyətini dərk etdiyi andan hər kəs öz çörəyinin fəhləsidir. Heç kəsin çörəyi asanlıqla gəlib bacıdan başqa tökülmür. Hər kəsin çörəyi daşdan çıxır. Daşdan çörəyi çıxmaq qəbahət bir iş deyil. O bir igidlik, o bir qoçaqlıqdır. Eybi yox, qoy çörəyimiz daşdan çıxsın. Amma heç zaman çörəyimizdən daş çıxmasın. Çörəyin qiyməti ucuz, çəkisi yüngül ola bilər. Amma kimlənsə kəsdiyin çörəyin məsuliyyəti dəyirman daşından ağırdır. Biri atır, biri öpür. Çörək sənin nə günahın? Hər ağızda dadın bir cür. Çörək sənin nə günahın? Əkib biçib dolanan var. Yeyib içim həm danan var. Min cür yolla qazanan var. Çörək sənin nə günahın? Allah Taala heç kəsi çörəklə imtihana çəkməsin.